Bir iştirakçımız qalıb, onu dəvət eləyirik oyun otağına. Və Niyaməddin müəllim 5-ci mərhələ, sonuncu mərhələdir. 2 dəqiqə vaxtımız getdi, buyurun. Buyurun, birinci daş qoyuldu. Birinci daş qoyuldu. Növbəti 3-cü daşdan sonra Niyaməddin müəllim bir rəng qoyacaq. Ehtiyatla. Vaxtı nəzərə alaq. 3-cü daş əla. Bir rəngi qoyaq Niyaməddin müəllim. Necə? Bir rəngi qoya bilərsiniz, hansını düz bilirsiniz. Aha, yaşlı qoydu Niyaməddin müəllim. Növbəti 4-cü daş. Bir də 6-cı daşda qoyasınız növbəti rəngi. 1, 2, 3, 4. 5-ci daş qoyulur. Aha, yaxşı gedir. Və növbəti 6-cı daş. Ehtiyatla, ehtiyatla, ehtiyatla. Aha, bir rəngdə qoyuruq Niyaməddin müəllim. Hansını yadımızda qalıbsa. Aha, yaşıl, sarı. Növbəti 7-ci daş. 2, 4, 6, 7 və bir tək iştirakçımız qalıb. Heç olmasa bunun adını deyin. Kimdir o? Yox, baxmayın, baxmayın. Heç kim kömək eləmir. Ora baxa bilərsiniz. 5, 4, 3, 2, 1. Rasim olar. Bəli, Rasimdir. Hoş gəlin. Niyaməddin müəllimə çox yaxın adam. Gəlirsiniz yanımıza. 25 ildir səhv eləmirəmsə Niyaməddin müəllim. Özdə zəif oynamırdı. Alan sana yaman oynadı. Xoş gəlmisiniz. Necəsiz? Sağ olun, teşekkür ederim. Sizi görmək də xoşdur. Elə birinci şiri bu idi. Çox aktiv idi. Belə belə Çox eləyirəm. aktiv idi. Əslində bütün oyuncular özlərinə məxsus doğrudan da iştirak elədilər, maraqlıdır. Orada qurtlar ki var idi. İndi sözsüz ki adam biraz yaxınlaşa bilmir, amma oyunun qaydası var. Bəlkə başqa vaxtı mən heç əlimi vurmazdım ona. Amma verilişə görə biz bunları elədik. Və bugün bayram günündə hər birinizi görmək doğrudan xoşdur. Və gələn həftə mütləq görüşürük. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə qalsın. Bayramınız mübarək. Bayramınız mübarək olsun.